Yeşaya 30-cu fəsil. Misirlə bağlanan əhd puçdur. Rəbb bəyan eləyir. Bu dikbaş övladların vay halına. Mənim niyyətlərimi yox, öz niyyətlərini güdürlər. Ruhuma uyğun olmayan razılaşma eləyirlər. Eləcə günahı günaha qatırlar. Məndən məsləhət almadan Misirə gedirlər. Fironun himayəsini axtarırlar. Misirin kölgəsi altında sığınacaq tapırlar. Fəqət Fironun himayəsi onlar üçün xəcalətə, Misir kölgəsi altındakı sığınacaq rüsvayçılığa çevriləcək. Başçıları soğanda olduqlarına, elçiləri Xanesə yetişdiklərinə baxmayaraq, özlərinə faydası olmayan xalqa görə hamı utanacaq. O xalqın onlara nə köməyi, nə də faydası olacaq. Ancaq xəcalət və rüsvayçılıq olacaq. Negev heyvanları barəsində xəbərdarlıq. Yahudanın elçiləri erkək və dişi aslanların, gürzələrin, uçan ilanların yaşadığı narahat və təhlükəli torpaqdan keçirlər. Mal dövlətini eşşəklərin belinə, xəzinələrini dəvələrin hürgücünə yüklüyüb, onlara kömək eləyə bilməyən xalq üçün aparırlar. Misirin köməyi boş və faydasızdır. Buna görə də mən Misirə tənbəl Rahav adını qoydum. İndi get, sənə danışdığımı onların qarşısında bir lövhəyə yaz, kitaba köçür ki, gələcəkdə, əbədiyyətdə şahid olsun. Çünki bu üsyankar xalq yalançılar nəslidir. Rəbbin qanununa qulaq asmaq istəməyən bir soydur. Onlar baxıcılara bir daha görüntü görməyin, görücülərə bizim üçün düzgün şeylər haqqında peyğəmbərlik eləməyin, bizə xoş sözlər söyləyin, arzuladığımızı peyğəmbərlik eləyin, yoldan çəkilin, bizə yol verin, İsrailin müqəddəsini bizlə üzləşdirməyin, deyirlər. Buna görə də İsrailin müqəddəsi belə deyir. Bu sözü rədd elədiyinizə görə, zorakılığa və yalana güvənib bel bağladığınıza görə, bu qəbahət sizin üçün hündür divarda əmələ gələn çata bənziyir. Qəflətən bir an içində dağıla bilər. Ölkəniz də bir gil qab kimi qırılacaq, elə xıncım-xıncım olacaq ki, ocaqdan od götürmək üçün, yaxud hovuzdan su çəkmək üçün bir qırığı da qalmayacaq. Xudavənd Rəbb, İsrailin müqəddəsi belə deyir. Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız. Sakitləşib inanmaqla qüdrətli olarsınız. Lakin siz bunu istəmirsiniz. Siz dediniz, xeyr, atlara minib qaçacağıq. Buna görə siz qaçmalı olacaqsınız. Çevik atlara minəcəyik. Buna görə təqibçiləriniz də çevik olacaq. 1000 nəfər bir nəfərin hədəsinə görə qaçacaq. 5 nəfərin hədəsinə görə hamınız qaçacaqsınız. Sağ qalanlarınız dağın zirvəsindəki bayrağın şüvülü tək, təpədəki bayraq tək olacaq. Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir. Yenə də sizə rəhm eləməyə hazırdır. Çünki Rəbb adil Allahdır. Onu intizarla gözləyənlər nə bəxtiyardır. Rəbb xalqına bərəkət verəcək. Ey Yerusəlimdə yaşayanlar, ey Siyon xalqı, siz artıq ağlamayacaqsınız. Fəryad elədikdə Rəbb sizin üçün lütfkar olacaq, fəryadınızı eşidən kimi cavab verəcək. Rəbb çörəyi əzabla, suyu çətinliklə sizə verəcək. Lakin o bir daha mürəbbinizi sizdən gizlətməyəcək. Onu gözünüzlə görəcəksiniz. Sağa ya sola azdığınız vaxt, arxanızdan yol budur, gedin bu yolla deyilən səsi eşidəcəksiniz. Onda siz gümüşlə örtülən oyma bütlərinizi, qızılla örtülmüş tökmə bütlərinizi murdar hesab eləyəcəksiniz. Murdar bir şey atdığınız kimi onlara atıb deyəcəksiniz, rədd ol. Rəbb yerə əkdiyiniz toxum üçün yağış verəcək. Torpağın məhsulu bol və bərəkətli olacaq. O gün malqaranız geniş otlaqlarda otlayacaq. Torpağı şumlayan öküzlərlə eşşəklər, kürəklə, yabayla sovrulmuş duzlu yem yeyəcək. O böyük məğlubiyyət günündə, qalalar yerə çökəndə, hər hündür dağdan, hər uca təpədən sellər axacaq. Rəbb öz xalqının yaralarını sardığı gün, zərbəsi ilə açdığı yaralarına şəfa verən gün, ay işığı, günəş işığı, günəşin işığı 7 günün işığı kimi 7 qat artıq parlayacaq. Rəbb Aşşuru cəzalandıracaq. Budur, Rəbbin adı uzaqdan gəlir.
qızğın qeyzlə qara bulud içində ağzı qəzəbli sözlərlə doludur. Dili sanki hər şeyi məhv eləyən alovdur. Onun nəfəsi insan boğazına çatmış daşan sel kimidir. Millətləri ələkdən keçirəcək ki, məhv olsunlar. Xalqların ağzına yüyən taxacaq ki, yolunu azsınlar. Sizsə müqəddəs bayram gecəsi kimi ilahilər oxuyacaqsınız. Rəbbin dağına, İsrailin qayasına tütək çalaraq çıxan tək ürəyiniz şadlanacaq. Rəbb əzəmətli səsini eşitdirəcək, qızğın qəzəblə, hər şeyi yandıran alovla, fırtına ilə, güclü leysanla, dolu ilə qolunun qüdrətini göstərəcək. Aşşur Rəbbin səsindən vahiməyə gələcək. Rəbb dəyənəyi ilə onları vuracaq. Rəbbin onlara indirdiyi dəyənəyinin hər zərbəsini dəf və çənglər müşahidə eləyəcək. Döyüşərkən əl-qol atıb onları vuracaq. Tofet çoxdan hazırdır. Aşşur padşahı üçün də o yer dərinləşdirilib, genişləndirilmişdir. O çuxurunda çoxlu odun, alov var. Rəbbin nəfəsi kükürd axını kimi onu yandırar.